Selamun Aleyküm və Rahmetullah. Və aleykum salam və Rahmetullah. Şeyx, ümumən əşarilər və həmçinin mətrodilər, bunların Qurana yanaşması necədir? Elhamdülillah. Bilirsiniz, ümumiyyətlə bidət əhli, onlar bidət əhli damısı. Bidət yəni yenilikdir. Yəni nə Quran, nə sünnə, nə sahabələrin vaxtında bu fikirlər yox idi. Bunlar sonradan çıxan şəxslərlə bağlı müəyyən əqidələrdir. Bunlar özləri bölünüblər öz aralarında. Məsələn, Əbu'l-Həsən əl-Əşəri, o Möhtəzili idi. Sonra tərk elədi Möhtəzililiyi, getdi Kulləbi ilə görüşdü. Onun fikirlərini qəbul etdi. Onun üslubunu qəbul etdi, mənhəci qəbul etdi. Sonra eyni vaxtda məsələn Maturidi Səmərqəndi. O çıxdı, o da müəyyən məsələlərdə müxalif çıxdı onlara. Bu əqidələr şəxslərə bağlıdır. Onlar da buna etiraf edirlər. Deyirlər, biz Əşariyik, biz Maturidiyik, biz məsələn Nəyi, Cəhmi və s. və s. Yəni bunlar özləri, bunlar həm əqidədə şəxslərə bağlıdırlar, həm məzhəbdə şəxslərə bağlıdırlar, həm təriqətdə şəxslərə bağlıdırlar. Aydındır? Yəni, bunlardan məsələn danışanda Quran sünnə eşitmirsən. Ancaq deyir, bizim şeyx belədir, bizim məzhəbdə adını çəkirlər, belədir, bizim etiqadda belədir. Onlar deyəməz, bizim etiqad sahabələrin etiqadıdır. Sahabələrdən olanın etiqadını heç də deməyiblər. Yəni, qıssa deyək ki, bunlar Quranı birinci tamamən fərqlidir yanaşmaları. Tamamən fərqlidir. Yəni, Quran, sünnə, sahabələrə baxsaq dəlillərinə düz gəlmir. Baxmayaraq, əşarilər deyirlər, Qurana Allahın kəlamıdır. Lakin onlar deyirlər, səssiz və hərfsizdir. Qəribə. Sadəcə müxtəsər deyə bilərsiniz ki, onlar Qurana əslində müxalifdirlər. Məsələn, Allah Subhanahu deyir ki, nazil olur. Onlar deyirlər ki, nazil olunur. Allah Teala deyir ki, Allah yüksəldi. Onlar deyirlər, yüksəlmir. Allah Teala deyir ki, məsələn, mən öz əlimlə Adəmi yaratdım. Deyirlər, əli yoxdur, əl deyil. Onlar, məsələn, deyirlər, Allah Teala deyir ki, Allah qəzəblənir. Onlar deyirlər, qəzəblənmir. Allah Teala deyir ki, Allah sevir. Onlar deyirlər, Allah sevmir. Allah Teala deyir ki, razıdır. Onlar deyirlər, Allah Teala razı olmur. Və belə sayınə. Yəni, əslində Quranı müxalifdir. Məcaz adı ilə ağla tabi etdiklərinə görə hamısı müxalif olublar Quran-ı Kərimə. Aydındır, qıssa bu, qıssa. Allah razı olsun.